11 aprel 2025-ci il tarixi üçün bürclərin proqnozları aşağıdakı kimidir. Qoç, bugün düşüncəli və səbirli olmaq vacibdir. Emosional həssaslığınız artacaq, bu da dərin anlayışlara yol açır. İşdə strateji yanaşma impulsiv qərarlardan daha yaxşı nəticələr verəcək. Şəxsi münasibətlərdə təbii cazibəniz pozitivliyi cəlb edir, lakin daha dərin əlaqələr yaratmaq üçün dinləmək və empatiya göstərmək vacibdir. Buğa, yenilik etmək istəyi içərinizdə alovlana bilər, lakin sabitliyin təsəlliverici qucağını hiss edəcəksiniz. Estetika və romantik axtarışlara diqqət yetirin. Subay buğalar yeni əlaqələr üçün maraqlı fürsətlər tapa bilər. Bağlı olanlar isə ortaq təcrübələr vasitəsilə bağlarını dərinləşdirəcəklər. İşdə metodik yanaşmanız hörmət qazanır və ofis dinamikasında incə dəyişikliklərə diqqət yetirsəniz, gözlənilməz irəliləyişlərə səbəb ola bilər. Əkizlər, ünsiyyət mərkəzi mərhələyə keçir. İdeyaları ifadə etmək və arxa planda qalan dialoqlara başlamaq üçün əlverişli gündür. İşdə yenilikçi təklifləriniz yüksək qiymətləndiriləcək, lakin anlaşılmazlıqların qarşısını almaq üçün fikirlərinizi aydın şəkildə çatdırın. Sosial olaraq xarizmanız parlayır, bu da şəbəkə qurmaq və ya əlaqələri bərpa etmək üçün mükəmməl vaxtdır. Emosional tərbiyə və ailə bağlarını qəbul etməyə təşviq olunursunuz. Güclü intuisiya qərarlarınıza rəhbərlik edəcək. İşdə empatik təbiətiniz komanda işini və əməkdaşlığı təşviq edir. Şəxsi münasibətlərdə düşüncəli jestləriniz və dərin anlayışınız yaxınlarınızın açılması üçün təhlükəsiz mühit yaradır. Şir, liderlik xüsusiyyətləriniz ön plana çıxır. İnamınız və xarizmanız güclənir. İş yerində bacarıqlarınızı nümayiş etdirmək və güclü tərəflərinizi önə çıxaran rollar almaq üçün bir gündür. Komanda üzvləri sizə rəhbərlik üçün ümid bəsləyirlər. Bu da dürüstlük və açıqlıqla rəhbərlik etməyi vacib edir. Şəxsi əlaqələrdə parlaq enerjiniz sosial qarşılıqlı əlaqələri gücləndirir. Vasvası planlaşdırma və praktik nailiyyətlər günü sizi gözləyir. Analitik bacarıqlarınız kəskinləşir, mürəkkəb məsələləri asanlıqla həll etməyə imkan verir. İşdə metodik yanaşmanız heç bir detalın nəzərdən qaçırılmamasını təmin edərək sizə hörmət və mümkün yeni imkanlar qazandırır. Kollektiv uğuru asanlaşdıran fikirləri paylaşaraq həmkarlarınızla əməkdaşlıq edin. Tərəzi, harmoniya və mənəvi introspeksiya tarazlığını təqdim edən bir gündür. Diplomatik bacarıqlarınız potensial münaqişələri həll etməyə kömək edərək vasitəçilik və ya danışıqlar aparmaq üçün əsas fürsət yaradır. Sosial baxımdan toplantılar məhsuldardır və yeni əlaqələr gələcək üçün vədlər